Rəcəb ayının ilk cümə gecəsi Rəqaib gecəsi adlanır. Arzular gecəsidir. Onun bəzi adamlar deyir, alimlər deyir, adamlar ki, onun o əməllərinin rəvayətləri zəifdir, sənədləri zəifdir. Qəbul edirik, bəli. Bəzi rəvayətlər var ki, orada sənədləri zəifdir. Amma belə bir qayda deyirlər bizə. Deyirlər ki, bir işi rəca qəsdi ilə, rəca yəni ümid niyyəti ilə eləsən, Allah duada, ibadətdə sənəd yoxlamır. Məsələn deyir, mən oxudum ki, filan əmələ filan savab verilir. Sən demə, bu hədisin sənədi zəif imiş, amma əməl yaxşı əməldir, elə? Mən gedirəm, onu eləyirəm, Allah deməyəcək, sənədi zəifdir, vermirəm. Deyirsən ki, axı burada sənəd zəif nədə yoxlayarlar? Rəvayət, hədislər var ki, məsələn, o qaydalarda, orada olmaz da sənədi zəif, son əməl. Amma bir şey ki, duadır, ibadətdir, əməldir, onu dinini qayda kimi eləmirsən ki, bidət olar, dəqiq deyil axı sənədir. Amma bu ümidlə eləyirəm ki, Allah mənə burada yazılanları verər, bundan artığını da verər, Allah onu da verəcək. Bildiniz mi, belə bir şeyini eləyə bilərsiniz.